Sürətlə davam edir. Hazır olan fərdi yaşayış evlərindən biri budur. Mənzil 4 otaqdan ibarətdir. Mənzilin içərisi ilə tanış olaq. Giriş hissədə tamam. Daha sonra ayaq yoludur və mənzil istilik sistemi ilə təchiz olunub. Qeyd etdiyim kimi 4 otaqlı mənzildir. Girişdə sağda yataq otağı bu formada hazırlanıb və solda isə mətbəx, sağda ikinci yataq otağı, və üçüncü yataq otağı. Fərdi yaşayış evində bura isə qonaq otağıdır. Mətbəx hissədən evin qabaq tərəfinə bir teras var və bura isə həyətyanı sahədir. Üzü Köndələnçay 2 su anbarına baxır, mənzərəsi də çox gözəldir.